Salam, xoş gördük əziz televiziya tamaşaçıları. Bugündən etibarən hər həftənin 5-ci günü saat 17:10-da Doğma Dünya TV kanalında mən Səadət Arif qızının təqdimatında Səadətlə Salam Azərbaycana baxacaqsınız. Yenə də evlərinizin qonağıyıq və bu verilişin aparıcılıq missiyasını mənimlə bərabər gözəl Fatiməmiz də həyata keçirəcək. Mən istəyirəm ki, sən də bir tamaşaçılarımızı salamlayasan. Salam əziz izləyicilər, bu verilişdən etibarən mən də sizi hər həftə salamlayacağam. Azərbaycanı qarış-qarış gəzib sizə təqdim edəcəyik. Bəli, əziz tamaşaçılar, bugün də sizlərə gözəl Azərbaycanımızın igidlər diyarı, mübarizlər oylağı, qəhrəman şəhər Biləsuvardan salam Azərbaycan deyirik. Bugün biz dəyərli tamaşaçılarımız, bizim çox istedadlı, savadlı aparıcımız Royal bəyin qonağı olacağıq. Xırmandalı kəndinə gedəcəyik. Amma Royal bəy bizi burada gözləyir dostları ilə bərabər. Mən istəyirəm ki, onları da bir dəvət edeyim kamera önünə. Sizləri salamlasınlar, sonra davam edək. Xoş gördük Royal səni. Hər zaman inşallah ki, gözəl günlərə gələk ocağına. Təşəkkürümüzü bildiririk ki, bizim bax yeni çəkilişlərimizin ilk efrinə öz evində, ailəndə, ocağında gözəl bir şərait yarattın. Salamlayıram, xoş gördük sizləri, tamaşaçılarımızı, igidlər diyarı, mübarizlər yurdu olan gözəl Biləsuvarımızda hər birinizi salamlayıram və bütün xalqımıza ruzu, bərəkət, əmin-amanlıq arzulayıram. Sadət, sənlə mənim dostluğum illərə dayanır. Əlbəttə ki, bizim çox gözəl dostluğumuz var, ailəvi dostluğumuz var. Sənin özündən bizim özümüzün dəfələrlə da beynəlxalq layihələrin üzərində işləmişik. Qoltuslar Azərbaycan kimi layihələrin üzərində işimiz olub. Ondan sonra bir çox layihələrdə işbirliklərimiz olub. Sənə uğurlar arzu edirəm. Yeni bu formatda olan verilişin uğurlu olsun, xeyir gətirsin, reyting gətirsin sənə, düşərli olsun. Bir daha Biləsuvarda sizləri görməklə məmnunam. İndi buradan da keçid alacağıq bir evə. Çox möhtəşəm bir verilişimiz olacaq inşallah. Mən Evin bəyi də salamlayıram, gözəl dəyərli müğənnimiz. Xoş gördük. Çox sağ olun Səadət xanım, xoş gəlmisiniz Biləsuvarın qəhrəmanlar diyarına. Verilişiniz uğurlu olsun, daim baxımlı olsun, baxımlıdır, bundan da verilişiniz ucu olsun. Royal qardaşıma sonsuz təşəkkürümü və minnətdarımı bildirirəm ki, bizi öz evinə, öz doğma evinə bizi dəvət edib. Royal qardaşıma sonsuz təşəkkürümü, minnətdarımı bildirirəm. Tamaşaçılara sağ olun, var olun, təşəkkür edirəm. Qızıl vaxt sarı bizləri izləyəcəksiniz. Hər birinizə sonsuz təşəkkür və minnətdarımızı bildiririk. Təşəkkür edirik. Ramal bəy bizim gözəl müğənnimiz. Xoş gördük. Çox sağ olun, təşəkkür edirəm. Salamlayıram buradan ilk öncə tamaşaçılarımızı, sizləri salamlayıram. Xoş gəlmisiniz bizim mübarizlər diyarı, gözəl Biləsuvarımıza. Həmişə siz gələsiniz. Verilişiniz daimi uğurlu olsun inşallah. Royal qardaş, sənə təşəkkür edirəm, var olasan. Sənin də sənət yolunda sənə uğurlar arzu edirəm, var olasan. İnşallah mən əminəm ki, çox gözəl bir veriliş alınacaq inşallah. Əziz tamaşaçılar, gözəl, ləziz dadlı, pürrəngi çay süzürsüz, əyləşirsiniz ekran qarşısında, o gözəl çayı ləzzətlə, içə-içə, zövqlə Salam Azərbaycana baxırsınız. Salam Azərbaycan harda? Biləsuvarda. Əziz tamaşaçılar, nəhayət ki, gəldik, çatdıq Biləsuvarın Xırmandalı kəndinə, Royal gilin evinə. Royal, biz xoş gəlmişik, həmişə xoş günlərinə gələk. Bu gözəl kənddə həmişə gözəl toylar olsun ocaqlarda. Sənin də ruzun bol olsun. Sağ olun. Bir daha xoş gəlibsiniz deyirəm hər birinizə, ayrı-ayrılıqda dəyərli müğənni dostlarımıza, sizlərə, sənin komandana əlbəttə ki, bir daha Dünya Televiziyasının rəhbərliyinə, sizlərə minnətdarlığımı bildirirəm ki, belə gözəl, siz bizlər üçün, bax, gözəl dəyərli müğənnilərimiz üçün şərait yaradıbsınız. Bir daha xoş gəlib, öz evinizdir. Evdə kimlər var? Hamı kimi görürsünüzsə, bütün külfət evdədir. Gedək, vaxtımızı itirməyək. Əziz tamaşaçılar, biz gedirik Royal gilə, görək bizi kimlər qarşılayacaq.
Evinizin ecazkar və füsunkar görünməsini istəyirsiniz? O zaman vaxt itirmədən Biləsuvar Tac Mebelə üz tutun. Gündəlik və cehiz üçün müxtəlif zövqlərə uyğun klassik, avangard, modern üslubda yataq və qonaq dəsti. Həmçinin mətbəx mebellərini ilkin ödənişsiz 3 aydan 24 aya kimi faizsiz kreditlə əldə edə bilərsiniz. Biləsuvar Tac Mebeldən yataq və qonaq dəsti alana mətbəx mebeli və ya qızıl üzük hədiyyə olunur. Biləsuvar Tac Mebel indi al 2 ay sonra ödə kampaniyası ilə yüksək keyfiyyət və sərfəli qiymətlə xidmətinizdədir. İldən həkim stomatoloq Məhərrəm qardaşımın rəhbərliyi ilə fəaliyyət göstərən Balakənin ilk özəl lisenziyalı diş klinikası Envedent Estetik Diş Klinikasında müasir tibbi avadanlıqlarla müasir, tam ağrısız xidmətlər göstərilir. Burada çalışan həkim stomatoloqlar son stomatoloji texnologiyaları izləyərək onları klinikada tətbiq edirlər. Klinikada terapevtik, ortodontik, ortopedik stomatoloji xidmətlər, həmçinin kariesin və diş kanalının müasir protokollara uyğun müalicəsi, diş ətinin qısa müddətdə ağrısız müalicəsi mümkündür. Sağlam və gözəl təbəssümün Balakəndə yeganə ünvanı Envedent Estetik Diş Klinikası. Ünvan Balakən rayon Heydər Əliyev prospekti 29. Əziz tamaşaçılar, Royal Gildəyi artıq mən görüm bizi kim qarşılayacaq. Can, burada gözəl bir ana var. Yəqin mamandır. Hə, anamdır. Bir maç eləyim qoyun. Xoş gördük. Gözəl ağ bir çəyimiz. Necəsiz? Yaxşı. Adınız nədir? Bəstigül. Nə gözəl, çox gözəl. Bəstigül ana. Bir hamiyə bir salam Azərbaycan deyin Biləsuvardan. Hə. Deyin, salam Azərbaycan. Salam Azərbaycan. Sağ olsun. Var olsun. Hamınız xoş gəlirsiniz. Allah sizə can, sağlığı, uzun ömür. Çox sağ olun. Allah sizə çox bədən versin. Amin. Neçə yaşı var ana? Anamın 70 neçə? 77. Ay maşallah, Allah sizə ömür versin. Mən arzu edirəm ki, bu ailənin üzərindən böyüklüyünüz, ağbirçəkliğiniz, xeyirduanız əksik olmasın deyirik sizə. Neçə nəvə, neçə nəticə var? 14 nəvəm var, 12 nəticəm. Ay maşallah. Allah hamıza qismət eləsin. Kötücə də qismət olsun inşallah. İnşallah, Allah, inşallah. onu Allah. İcazə verirsiniz bir qapıya daxil olaq. Ana ilə bərabər elə davam eləyək. Daxil olaq içəriyə, görək kimlər var. Və ay gözəl nənəmiz, gözəl ağbirçəyimiz. Royaldan danışacağıq bugün. Gözəl balanızdan danışacağıq bugün. Bir kəlmə istəyərdim ki, bir girişdə onun haqqında söz deyəsiniz. Mən bir girişdən söz deyirəm ki, özüm zəhmətkeş olduğuma görə balalarım da zəhmətkeşdilər. Allah sizə ömür versin. Həmişə fəxr eləyəsiniz deyirik balalarla. Əziz tamaşaçılar, daxil olaq içəriyə, görək daha kimlər var burada. Aha, bu motosiklet kimindir Ayro ya? O da mənimdir. O da İstifadə edirsiniz. Hə, ara bir sürürük də. Birlikdə bax burada istifadə edə bilərsiniz. İstifadə eləyəcəm birazdan. Gəlin, gedək görək orada kimlər var. Burada gözəl balalar var. Mənim qızlarımdır. Allah hamının balasını xoşbəxt eləsin. Gəl görün. Neçə qızım var? 3 qızım var. Ay maşallah, hə. O balaca kimindir? O mənim, elə bir ki, belə deyək də, qardaşımın nəvəsidir. Gəl görün bura, Bir xalaya salam ver görək. Ay maşallah. Bu da mamandır. Bu böyük qızımdır. Ay maşallah. Sən də. Nəsə utanır. Mənim mamamdır. Görüşək sizlə də. Xoş gördük. Belə deyək. Mama deyirəm, evimizin böyük gəlinidir, zəhmətkeş gəlinidir. Məni, yəni o saxlayıb, balacalığımdan, körpəliyimdən o saxlayıb. Belə deyək, toyumu da onlar eləyib, belə deyək də, bütün əziyyətimi onlar çəkib. Allah canlarını sağ eləsin, üzlərini ağ eləsin. Budur da indi nəticə. Allah var eləsin, həmişə qapına şadlığa gəlir. Əziz tamaşaçılar nəzərimdən qaçmır. Orada hiss edirəm ki, ocaq qalayıblar. Mamamı götür, ged ora. Hə. Mamamı. Hə, gözəl ana, gedəkmi? Həyəti nə gözəldir maşallah. Sağlığına qismət. Həyəti çox bəyəndim. Barı Sayasız ki, biraz təmircidir, onu da deyim ki, ustalar işləyir. Belə amma də. çox qəşəngdir. Güllü çiçəklidir, o tərəf qəşəng güllü çiçəklidir. Orada da deyəsə meyvə ağacları var, düzdür, bağında. Ağaclar da bizimdir. Yəni bizdə başqa adam qalmır. Qonşumuz elə bacımdır, qardaşımdır, başqa bir adam yoxdur burada. Boş vaxtlarında bağ-bağatla məşğul olursan. Ara bir yer belliyirəm filan olur. O da Ev işlərindən aran yaxşı. Ay, yaxşıdır. Toyuğumuz da var, cücəmiz də var. İndi biraz deyirəm təmircidir ona görə. Amma
həmişə biz çörək almarıq. Elə mamam çörək bişirər, həmişə biz elə təndir çörəyi, lavaş deyək də, o sazın üstündə lavaş bişirər. İndi görəcəksiniz, öz tanış olacaqsınız inşallah. Ana ilə biz gedək təndir başına. Əziz tamaşaçılar, biz gedirik təndirə çörək yapmağa. Düzdürmü? Gedəkmi? Getdik. Deyirəm kəndə gələsən, kənddə təndir çörəyi yeməyəsən günah olar. Günah olar, bəsbətə. Çörək bişirəcəyəm, təndir çörəyi yeyəcəksiniz, kəbab yeyəcəksiniz. Kənd həyatı belə gözəl olmalıdır. Lap gözəl. Xəmir etmisiniz. Bəli, eləmişik, əzimizsiz, içi gözümüzsüz hər vaxt Verilişimizi izləyirdiniz. izləyirik. Biz telefonla danışanda Royalla, hə. Deməyəm, hər vaxt izləyirik, hər vaxt izləyirik, bəli. Allah sizi var eləsin deyirik. Ay ana, ümumiyyətlə təndirə bax çörək yapırsınızmı asudə vaxtlarda? Çörək mağazadan mı alırsınız, yoxsa elə qonaq gələndə mi yapırsınız? Hər vaxt çörək yapırıq. Hər vaxt. Hər vaxt. Ən çox nə qədər çörək yapmısınız? 15 dənə, 20 dənə belə hər vaxt Gəlin kömək eləyir sizə. eləyir. Özü burada yoxdur, biraz qeybətini eləyək. Eləmərəm, gəlinlərim çox gözəldir, hamısı. 2 gəlinim var. Əziz tamaşaçılar, deməli gəlindən sual verdim, ana qaçdı bu tərəfə, gəldi bu tərəfə, necə deyərlər. Deyir ki, ora ot salmalıyam da mən. Amma söhbətdən, sualdan qaçmaq olmaz. Realın yoldaşı necə? Sizlə arası necədir? Bilirəm gözəl xanımdır, mehribandır. Çox gözəl, mehriban xanımdır. O mənim üçün əzizdir. Ev işlərini ancaq o görür, yoxsa sadəcə kömək eləyir? Ev işlərini o görür. Mən çörəyə baxaram, yeməyə baxaram. O ev işlərini görür. Yeməyə siz baxırsınız. Bəli. O necə? Pişirirmi? Ev işlərini görür. Hə. Yeməklə çörək mənlikdir. Hə, nə gözəl, hə. Amma elə evlər var ki, qaynına deyir ki, yeməyi ancaq gəlinimiz pişirir. Gəlin, bax, Royalın. Yox, Can. Can deyir, o qədər də qocalmamışam hələ mən. Allah ömür versin. Qaynanım, mən nətər deyim ki, gedib işlə yeməyi pişir. Nə qədər olmaya gözəl qız balalar var. Bilirəm ki, əlində qabiliyyəti gözəldir də, yaxşı yeməklər pişirə bilirlər. Sizdə, bax, bu tərəflərdə, Xırmandalda ən məşhur yemək hansıdır? Bizdə çığırtma, aşdı, belə yeməklər. Gün nə hazırlamısınız? Mən aş, bastırma, kababdır, aş dəmləmişəm sizin. Allah sizə ömür versin. İnşallah ki, o gözəl balaların toyunda gələk bura. Əliniz, qolunuz var olsun deyirik sizə. Həmişə mən Azərbaycan xalqına arzu edirəm ki, bütün ailələrdə, ocaqlarda ocaqları yanar olsun. Qazanları qaynar olsun, suları gəlmiş olsun, çörəyi də bişmiş olsun deyirəm. Gözəl anamızla bərabər təndirə çörək yapacağıq. Birinci anamız yapsın, sonra da mən yapmağı öyrənəcəm. Tamam eləyək. Əziz izləyicilər, doğrudan da Azərbaycanımızın hər güşəsi, hər diyarı, hər torpağı, hər addımı gözəldir, özəldir. Azərbaycanımıza yazda, yayda yaraşır. Maşallah, nə gözəl, hər tərəf göz oxşuyur yaşıllıqla. Royal, mən istəyərdim ki, elə biraz səndən danışaq. Tamaşaçılarımız səni daha yaxından tanısınlar. Düzdür, bizim hələ ki süfrəmiz hazır olana qədər vaxtımız var. Mən dedim ki, vaxtımızı dəyərləndirək. Sənətçi dostlar da buradadır. Tamaşaçılara özün haqqında istəyərdim ki, informasiya verəsən. Hə, Muradlı Royal Dədəşoğlu, 92 doğumluyam. Doğulmuşam Biləsuvar rayonunun Xırmandalı kəndində. Məktəbə də burada, belə deyək, ibtidai məktəbə burada getmişəm. Ardında Bakı, orada Bakı Dövlət Universitetinin nəzdində, belə deyək, kurs keçmişəm. Apartel aparıcılıq, jurnalistika kursu keçmişəm. Neçə gözəl övladın var sənin? 3 qızım var. Allah hər bir kəsin övladlarını qorusun. Biz də onun içində. İndi də production rəhbəri kimi fəaliyyət göstərirəm. Bilirəm ki, toylara daha çox gedirsən, Royal. Və Salam Azərbaycan verilişi də ki, maşallah olsun ki, Azərbaycanın hər rayonuna, hər kəndinə, qəsəbəsinə çəkilişlərə gedir. Toylar da ki, bizim verilişdə həmişə bilirsən ki, işıqlandırılıb toy adamlarıyıq da hamımız. Sənətçi dostlar da bir daha xoş gördük deyirəm. Toyda başına gələn ən maraqlı hadisə. Ramanla olub, deyim, bax o qardaşla olub. Masalda getmişik. Səhv getmişik də, belə deyək. Toy yarı satmışıq, görmüşük elə belə deyək, məclisə daxil olmuşuq. Eyni kənddir. Bir-birinə yəni yaxın olan bir kənddir. Yəni bu küçə deyil, o birisi küçə. Girmişik belə deyək toya, aparatura qurulub, toya ilə başlamışıq. Başlayanda yəni belə saat 6-da başlayır da. Görmüşük başqa bir ansamblda gəldi. Sən demə biz başqa toya getməliymişik. Biz başqa yerdə toyxana yerini səhv salmışıq. O olub. O qədər olur başımıza gəlir. Toyda ən çox nə qədər şabaş yığmısan? Olub, çox olub.
800 manat olub, 1000 manat olub, nə bilim olur da cür hər toy var. Toy var ümumiyyətlə olmayıb. Toya neçəyə gedirsən? O çox baha getmirəm. Bax deyirəm, tamaşaçılara deyim, çox adam bunu İndi izləyirlər də Dünya TV kanalını, Salam Azərbaycanı dünyanın hər yerində izləyirlər. Bəlkə indi bir toya çağıracaq səni. elədir. Baxın, müğənni dostlarımız da buradadır. Bəziləri mən çox az müddətli gəlmişəm Biləsuvarımıza. Çox adam elə bilir mən Bakıdayam. Yox, mən Biləsuvarlıyam. Burada doğulmuşam, burada yaşayıram. İş fəaliyyətimi də burada davam etdirirəm. Bəzi müğənnilər var ki, bəzi aparıcılar, insanlar var ki, mənim adımdan bir də görsən toya deyir, yüksək qiymət deyir. Bax, əziz tamaşaçılar, deyim biləsiniz, heç də yüksək qiymətə getmirəm toylara, toy idarə etməyə. Sonra deyirlər ki, hə, Royal dəvət eləyərik, problem yoxdur. Toy gün deyirlər, Royal gəlmədi, çəkilişdə idi, qəsdən deyirlər. Xahiş edirəm izləyicilərimizdən, elimdən, obamdan, Allah elimə bərəkət versin, obama bərəkət versin, Azərbaycanıma bərəkət versin. Bizim maaş, mən həmişə deyirəm ki, toya insanlar, müğənnilər, dostlarım, tanışlarım toya toy kimi baxmayın. Siz bunu hər gün iş kimi görürsünüz. Amma adam var ki, bunu 27 ildir, 30 ildir gözləyir. Buna mən hansı toyu idarə eləyirəm, deyirlər ki, özəlliyi nə? Deyirəm, hansı toyu idarə eləyirəmsə, o toyu elə bilirəm, o toy yiyəsinin övladıyam. Sənətçi dostlar da buradadır. Xoş gördük, yenə salamlayıram sizi. Sənətçidən nə istəyirlər? Canlı, gözəl bir ifa. Bax, hər yer yaşıllıqdır, gözəl bağ-bağ. Orada şitirlər gördüm. Operatorlarımız, hörmətli Raci bəy, Məhəmməd bəy, rica eləyirəm şitirləri əzməyin. Anam birazdan öldürəcək bunları. Şitirləri əzməyin, rica eləyirəm. Hə, gözəl bir canlı ifa istəyirəm. Çox yox, bir kuplet. Hərənizdən. Saz götürüb dastan yazdım üstünə. Bahar günlərinlə təzə kəndimiz. Güllü yaylaqların meyvə bağları. Güllü yaylaqların meyvə bağları. Bay 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 bay. Zimistana dönüb yaza kəndimiz, Zimistana dönüb yaza kəndimiz, 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 allı yaraşıqlı güllü kəndimiz, allı yaraşıqlı güllü kəndimiz. Eşq olsun Azərbaycanın hər kəndinə, hər rayonuna. Elə Xırmandalıdan hər kəsə deyirik ki, Salam Azərbaycan! Bağ-bağatı gəzdik, gözəl söhbətlərimiz oldu. Gəldim gözəl ananın yanına. Deyir ki, Sadıq xanım, artıq təndirimiz hazırdır, çörəyi yapmaq zamanıdır. Öncə suluyursa təndirin. Bəli, suluyur. Kündələrin böyüklüyü nə qədərdir? Tamaşaçılarımız görsün. Hə, belə olur, hə. Buyurun gözəl ana, bərəkətli olsun. İnşallah isti-isti təndir çörəyi yiyəcəyik. Yox, siz. Yox, siz yapırsınız. Sonra mən yaparam, öyrənib yapacağım. Əziz tamaşaçılar, bəh, burada kabab çəkirlər bizim üçün. Xoş gördük sizi, salamlayıram. Tüstün iyi boğur, yaxınlaşa bilmirəm, amma yaxınlaşacağım. Özünüz təqdim edin. Burada Məhəbbət Dədəşoğlu. Laf yaxşı. Royal müəllimin doğma qardaşı. Deməli, bugün kabab əziyyəti sizə düşüb. Yoxsa həmişə belədir? Həmişə evimizdə xeyir işi oldu, həmişə mən kababımı çəkirəm. Demək, ən dadlı kababı siz çəkirsiniz. Bəli, sağ Laf olun. yaxşı, var olasınız deyirik, əlinizə sağlıq. Bugün də sizin qulluğunuzdayam. İnşallah kabab çəkəcəm, oturacaqsınız, siz yeyəcəksiniz inşallah. Salam Azərbaycana baxırdınız. Bəli, hər vaxt baxıram mən. Var olasınız, siz də həmişə var olasınız. Necə deyərlər, yanar ocaq, isti kabab. Kabab bişsin, ye gəlsin, musiqini də oxu gəlsin. Və bəli. Keyfimizə gəlib çıxdı meşəbəyi. Buyur dedim ahdan düşdü. Buyur dedim ahdan düşdü. Bərdəş qurdu meşəbəyi, bərdəş qurdu meşəbəyi. Ağrın alın meşəbəyi, dərdin alın meşəbəyi. İsti kabab yağlı fətir, doymaq olmur yenə getir. İsti kabab yağlı fətir, doymaq olmur yenə getir. Bığlarını arada bir, eşimi durdu meşəbəyi. Dərdin alın meşəbəyi, ağrın alın meşəbəyi. Bəh. Bax, sənətçilərlə də çəkiliş olanda belədir də. Maşallah, səsləri də ki səsdir. Sənət də var, istedad da var. Kababımız hazır olana qədər Royal. Orada, bəli, gözəl anamız gözləyir. Deyir ki, Sadıq xanım, təndirdən çörəyi çıxarmaq vaxtıdır. Bəli.
Bəh, isti təndir çörəyi yeyəcəyik bugün. Amma təndirə çörək yapmayacağam. Amma doğrudan çətin imiş də. Ona görə təndirə çörək yapmıram. Necə, yalan deməyəcəm. Yapa bilmədim. Yəni bacarmadım mən bu işi. Hər işi bacaram, amma onu bacara bilmədim. Gedək gözəl ananın yanına. Ay ana, çörəyimiz hazırdırmı? Hazırdır. Siz çıxaracaqsınız yoxsa o biri xanım? Özüm də çıxarda bilərəm, o xanım da çıxarda bilər. O zaman isti təndir çörəyimizi çıxaraq, bir dilim də olsa dadına baxaq. Düzdür, çörək yemirəm mən uzun müddətdə, amma dadına baxacağım çünki isti təndir çörəyidir. Əziz tamaşaçılar, dedim yeməklər bişənə qədər analarımızla həmsöhbət olum. Ay ana, gözəl ana, maşallah yetərincə yaşınız var, dünya görüşünüz var, balalar var. Nəvə var, nəticə var. Yoldaşınızla necə ailə qurmuşdunuz? Sevib ailə qurmuşdunuz, yoxsa valideynlər məsləhət görmüşdü? Valideynlər görüb, mən hamısını düz deyəcəm. Hə. Valideynlər alıb, yaxşı da şükür Allah. Balalarım, akıllı balalarım olub. Çox şükür. Hamısı gəlir. Hə, mənim sözüm qanun olub balalarımın içində. Yəni valideyn sözünün hikməti vardı, Hə, kəsəri vardı. Kəsər var. Elə mənim sözüm hindi də kəsərlidir. Gözəl anam, gəlinlə aranız necədir? Gəlinlərlə? Əki, mənə qalanda pis. Niyə? Yaxşıdır, gəlinlərim hamısı yaxşıdır. Hə. Nəsə mən razılaşmıram da heç birisindən. Allah canım. Nədə razılaşmırsınız? Bax, nədə? Öz-özümlə. Niyə? Yəni mənim xəssiyyətimlə deyirəm, bunları tutmur da. Hə, can, ana çox... Mənim indiyə zət qulluğumu tuturlarsa, mən 92-də Röyəni yaşıdığından gəlin, birinci gəlinim gətirmişəm. İkinci gəlinim 96-dan gəlib. Üçüncü gəlinim 2004-də gəlib. Dördüncü gəlinim də 13 ildir gəlib. Elə çəkilişlərə dəyərli dostlar, anamızla bərabər gəlmişik, gözəl anamla bərabər, həmişə bilirsiniz gedirik. Bu da bizim yeni efirimizin ilk buraxılışı olduğu üçün dedim bir xeyir dualıq. Xoş gördük gözəl anam, xeyir duanalıq. Xoş gördük, Allah xeyirinizi versin. Bacı qardaş bu işdə yolunuz açıq olsun, uğurlu olsun, xeyirli olsun. Allah dayağınızda dursun. Amin inşallah. Birinci Allah, sonra da mənəm arxuzda. Bəli, ana, bəli. Anamızın sözü, məsləhəti, xeyir duası bizim üçün çox vacibdir, önəmlidir. Allah bütün ailələrdə hər zaman valideyn xeyir duasını var eləsin. Dünyasını dəyişənlərə rəhmət edirik. Salam Azərbaycana baxsınız, əziz izləyicilər. Hardayıq, Biləsuvarda, Xırmandalda nələr baş verir, nələr. Əziz tamaşaçılar, təndirdən çörəyimiz də gözəl anamız çıxartdı. Maşallah, əllərinizə sağlıq. Nə gözəl xırç-xırç eləyir, ləzzət eləyir. Bir dilim. Nə dadlıdır. Əllərinizə sağlıq. Yorulmayasınız. Çox sağ ol. Allah köməyiniz olsun. Həmişə qonaqlı qaralı deyil, bilirəm eviniz. Çox qonaq olur. Bəli, çox qonaq. Yorulmursunuz? Kötük evdə qonaq çox olmalıdır. Allah sizi var eləsin. Azərbaycan xalqının ruzusu bərəkəti bol olsun deyirik əziz izləyicilər. Salam Azərbaycana baxırsınız. Əziz izləyicilər, mən Fatimənin təqdimatında 5 sual rubrikası efirdədir. Royal bəy özünü xarakter baxımından necə analiz edərdi? Royal Muradlı özünü bu cür xarakterizə edir ki, ailəcanlı, belə deyək, dostuna yanan, yaxşı qardaş, yaxşı ata, nə bilim, əgərləri izləyicilərimiz daha yaxşı bilirsə, yəni yaxşı, normal bir aparıcı. Peşmançılıq çəkdiyiniz səhvləriniz çoxmu olub? Peşmançılıq deyəndə ki, şəxsi həyatımla bağlı peşmançılığım yoxdur, şükür Allah, Allah da göstərməsin. Amma işlə bağlı peşmançılığım çox olub, sonra da o səhvlərimi düzəltmişəm. Bilirsiniz necədir? Həyatda elə insanlar var ki, onlara mütləq soyuq olmalısan. Əgər isti olsan, mütləq xarab olacaqlar, bunu biləsən. Can dediyiniz dostlarınız çətin gününüzdə yanınızda olub, yoxsa? Yanımda olan da olub, olmayan da olub. Əlbəttə ki, çətin vəziyyətdə məni belə deyək, buraxan insanlar da olub. Amma belə deyək də, elədiklərimdən, yəni mənim elədiyim onlara yaxşılıq, mənim elədiyim onlara xidmət, dostcanlılığı elə bil ki 20%-ni görmüşəm. Bilsən, insanın çətin günündə yanında olmaq lazımdır. Özünüzdə rəqib kimi görürsünüz? Özümə rəqib görmürəm, öz pokolyenimdən tanımıram. Elə bir toy aparıcısı tanımıram ki, yəni öz yaşımdan.
məndən sinə-sinəyə gəlsin, məndən qabaq-qabağa durub qarşı-qarşıya, məndən nəsə toy aparsın, ya veriliş aparsın. Bugünkü gündə veriliş aparanların böyük əksəriyyətini tanıyıram. Onlar hamısı bir vaxtlar mənim şöbəmdə çalışıblar. Bir vaxtlar belə deyək, mənim quruluş verdiyim konsertdə, mənim quruluş verdiyim şoularda aparıcılıq ediblər. Bir çoxuna da demək olar ki, yəni nəzəri cəhətdən deyil, yəni beylənçikdə, yəni şifahi dərsləri mən vermişəm, elə demək olar. Sizcə şou biznesdə sənət pul qazandırır, yoxsa şou? Əlbəttə ki, bir vaxtlar, yəni mənim yadımdadır, o, yəni ən azından yaşım çatır ona ki, bir vaxtlar sənət pul qazandırırdı. İndi ancaq yox, əksinə olub şou. Suallarımızı bəyəndiniz? Təşəkkürümü bildirirəm sənə, gözəl qızım, minnətdaram. Gələcəyiniz var, belə deyək, istedadlı gəncsiniz, istedad gələcəyimizsiz. Bu işdə sizə uğurlar, daha da peşəkar, daha da gözəl, daha da yaxşı, belə deyək, verilişlərlə sizi gözləyəcəm inşallah. Söz verirəm ki, biraz da, belə deyək, yaxşı bir öz layihəniz olanda, bir öz verilişiniz olanda mütləq və mütləq sizin verilişinizdə də olacam, sizə müsahibədə verəcəm. Əziz tamaşaçılar, verilişimiz öz axarı ilə davam edir. Bir daha xatırladıram ki, gözəl Biləsivardayıq və dəyərli aparıcı həmkarımız Royal bəyin qonağıyıq. Bir daha təşəkkürümü bildirirəm. Royal, çox sağ ol. Həqiqətən də çox gözəl qarşıladınız. Gözəl çəkilişlərimiz gedir və istərdim ki, bugün elə dəyərli musiqiçi dostlarla bərabər söhbətə başlayaq. Bildiyim qədərilə maşallah elə hər gün bərabər toylardasınız. Salam, hər vaxtınız xeyir olsun. Xoş gördük sizləri. İgidlər yurdu, mübarizlər diyarı olan gözəl Biləsivarımızda yenidən əlbəttə ki, xoş gəlibsiz hamılıqla. Əlbəttə ki, mən Elvin qardaşıma təşəkkürümü bildirirəm. Ramal qardaşıma özlərinin təşəkkürümü bildirirəm. Məxsusi sizlərə təşəkkürümü bildirirəm. İllərimizin dostusan, var olasan. Bir daha əziyyəti keçən hər bir kəsə təşəkkürümü bildirirəm. Minnətdaram, var olasınız, xoş gəlmisiniz bizim elimizə, obamıza əlbəttə ki. Və burada bir başlanğıc salamlaşmada bir şey əlavə edeyim ki, mənim dəyərli qardaşım, bizim ata vəzimiz Məşədi Şahidinə məxsusi salamlarımızı çatdırırıq. Əlbəttə ki, bu bizlər üçün, sizlər üçün, hər birimiz üçün şəraiti yaradan məxsusi odur. Özü burada olmasa da, ürəyi buradadır. Var olasınız, minnətdarım, çox sağ olun, xoş gəlibsiniz burada. Çox gözəl, əziz tamaşaçılar, maşallah. Demək olar ki, rayonlarımızda toylarımız çoxdur və bizim də dəyərli sənətçi dostlarımız, eləcə də aparıcı həmkarımız hər zaman Biləsivarda və digər ətraf rayonlardakı toylarda, necə deyərlər, baş rollardadılar. İstərdim Elvin, elə səninlə başlayaq, mövzumuzdakı toydur və elimizin ən gözəl adəti olan toylarımızdan danışaq, əziz tamaşaçılar. Mən bir sual vermək istəyirəm, bax elə bizim Ramal bəyə də, Elvin bəyə də. Bugünkü günü toylarda oxumaq üçün istedad sənət lazımdır, yoxsa necə? Bir daha xoş gəlmisiniz. Royal qardaşımı salamlayıram. Çox sağ olsun ki, bizləri öz ocağına dəvət etdi. Buna görə qardaşıma təşəkkür edirəm. Sizləri salamlayıram. Ramal qardaşımı salamlayıram və verdiyiniz mövzu doğrudan da çox gözəl mövzuya toxundunuz. Bəli, əlbəttə ki. Və burada iki şey var da. Bir var vacibdir, biri var vacib olmayandır. Bu günləri biz baxırıq da, yəni biz bu günləri biz toylarda elm öyrənirik, sənət öyrənirik, söz öyrənirik. Amma bu günləri biz maddiyyətdə görə sponsorumuz yox, efirlərə çıxa bilmirik. Amma elələri var ki, oxuya bilmirlər ki, baxırıq gündə efirlərdədir, gündə bir mahnı ilə efirləri zəbt ediblər, amma oxumaqda bir şey yoxdur, orada da heç bir şey yoxdur. Nə sənət var, heç nə yox, amma bir quru görünüşdür. Amma mən sənət hər şeydən öncə tuturum. Sənət sənətdir. O toxunulmaz bir zirvədir. O olmalıdır. İkinci, mən başqa bir şey belə deyə bilmərəm. Sənət vacibdir. Bəli, əlbəttə ki, toylar bizim elə gözəl adətimizdir ki, elə gözəl yığıncağımızdır ki, burada sənət də olmalıdır, istedad da olmalıdır ki, bir-birini hər biri tamamlasın. Siz demişkən, deyirsiniz ki, yəni efirlərə tez-tez çıxmaq lazımdır, reklam olunmaq lazımdır. Bunun üçün də maddiyyat lazımdır. Maddiyyat lazımdır və sponsor lazımdır. O da yoxdur. Ona görə biz qalmışıq rayonlarda. Bu qədər də çox, yəni üzə çıxıb tanına bilmirsiniz. Bəli, bir məna olaraq efirlərə rahat çıxa bilmirik, xalqdan mahnılarımızı təhvil verə bilmirik. Efirlərdə bilirsiniz də maddiyyata görə, biraz gərək düz danışasam, maddiyyata görə gedib bura çıxa bilmirik. Daha çox hansı rayon toylarına gedirsiniz? Demək olar ki,
Azərbaycanın bölgələrinə gedirik. Vətəndən uzaqda da Rusiyada bizim toylarımız olur. El şənliklərimiz, yerə gəlmişə buradan xalqlarımızla, millətimizlə burada salamlayırıq. Qürbətdə yaşayan soydaşlarımızı hər birisini salamlayıram. Onları öpürəm, barıma basıram. Allah onlara can sağlığı versin. Hər zaman onların inşallah balaların toyuna gələk. İnşallah, inşallah. Hər zaman Azərbaycan qapısı toy qapısı olsun deyirik. Belə gözəl arzuların davamından elə gözəl bir ifa gəlsin bizim Elvin bəydən. Birinci ifanız hansı olacaq? Oxuyacağım mahnısı Ey Həbibimdir. Buradan Azərbaycanın sevilən sənətkarı, gözəl sənətkarı mənim dostum, dayımız, əmmimiz Manaf Ağayevin repertuarındandır. Ey Həbibimdir. İnşallah onu ifa edəcəm. İcazəsini də almışam. Mənə halallığını da verib, deyib get oxu, Allah xeyri versin. İstədim həmin mahnı ilə sizlər üçün, xalqımız üçün səsləndirək inşallah. Gəlsin. Ey mənim Həbibim, dərmanım təbibim, səni tanrım etdi, alın yazım nəsirdir. Ey mənim Həbibim, dərmanım təbibim, səni tanrım etdi, alın yazım nəsirdir. Baxışla mənim könlümü aldı, dəli divanə edib çöllərə saldı. Bir baxışla mənim könlümü aldı, dəli divanə edib çöllərə saldı. Qal desən qalaram, öl desəm ölərəm, nə qədər ömrüm ola, tək səni sevərəm. Qal desən qalaram, öl desəm ölərəm, nə qədər ömrüm ola, tək səni sevərəm. Ey mənim Həbibim, dərmanım təbibim, səni tanrım etdi, alın yazım nəsirdir. Ey mənim Həbibim, dərmanım təbibim, səni tanrım etdi, alın yazım nəsirdir. Sensiz bu dünyanın mənası olmaz, ürəyim dərd tapar, dayanar vurmaz. Sensiz bu dünyanın mənası olmaz, ürəyim dərd tapar, dayanar vurmaz. Qal desən qalaram, öl desəm ölərəm, nə qədər ömrüm ola, tək səni sevərəm. Qal desən qalaram, öl desəm ölərəm, nə qədər ömrüm ola, tək səni sevərəm. Ey mənim Həbibim, dərmanım təbibim, səni tanrım etdi, alın yazım nəsirdir. Ey mənim Həbibim, dərmanım təbibim, səni tanrım etdi, alın yazım nəsirdir. Nəğməsi sənsən, dərdimin dərmanı, çarəsi sənsən. Dilimin ən şirin nəğməsi sənsən, dərdimin dərmanı, çarəsi sənsən. Qal desən qalaram, öl desəm ölərəm, nə qədər ömrüm ola, tək səni sevərəm. Qal desən qalaram, öl desəm ölərəm, nə qədər ömrüm ola, tək səni sevərəm. Ey mənim Həbibim, dərmanım təbibim, səni tanrım etdi, alın yazım nəsirdir. Ey mənim Həbibim, dərmanım təbibim, səni tanrım etdi, alın yazım nəsirdir. Ey mənim Həbibim, dərmanım təbibim, səni tanrım etdi, alın yazım nəsirdir. Ey mənim Həbibim, dərmanım təbibim, səni tanrım etdi, alın yazım nəsirdir.
Əziz tamaşaçılar, doğrudan da çox gözəl bir mahnıydı. Evin bəy, uğurlar arzu edirəm sizə. Həqiqətən də gözəldir. Yeniliklər varmı? Bəli, əlbəttə ki, var Aha, inşallah. o zaman tamaşaçılarımız da intizarda qalsın. O mövzudan danışacağıq. Mən istəyərdim ki, Ramal bəylə biz söhbətimizi davam elətdirək. Bir daha xoş gördük sizi. Mən də bir daha öz növbəmdə sizi salamlayıram. Bizim bugünkü mövzumuzu bildiniz. Toylardan danışırıq. Siz necə düşünürsünüz? Toylarda ifa etmək üçün sənət istedadı lazımdır, yoxsa necə? Elvin qardaşımız çox gözəl vurğuladı, düzgün vurğuladı. Mən də Elvinlə həmfikirəm. Bu toylar elədir ki, toylar üçün əlbəttə ki, toya getmək belədir ki, birinci istedad lazımdır, sənət lazımdır. Vallahi indi bu dəqiqə elə yəni vəziyyətdir ki, bəli, yəni göz qabağındadır da, hər şey göz qabağındadır, yəni görünür. Amma əziz tamaşaçılar, gəlin unutmayaq ki, doğrudan da Azərbaycan musiqisi çox zəngindir və bizim toy mahnılarının da özünə məxsus yaradıcılıq var. Yəni toy mahnılarının özü böyük bir yaradıcılıqdır və sizlər də düzgün vurğulursunuz. Bugün həqiqətən də istedadı, sənəti, səsi olmayan bir çox kəslər var ki, hansı ki o dırnaqarası müğənnilər var ki, doğrudan da həm reklamları gözəldir, həm də ki, belə deyək ki, maşallah toylarda çoxdur. Elə müğənnilərlə bir bərabər bir yerdə toya düşəndə, maşallah canlı oxuyursunuz, onlar da fonoqram oxuyur. İçinizdə hansı bir hiss yaranır? Elə bir hissdir ki, o necə izah eləyim onu sizə? Biz toy adamıyıq da, yəni toylarda oluruq, el şənliklərində biz canlı ifa edirik. Gəlirlər, məsələn 3 dənə, 4 dənə belə mahnı fonoqram oxuyurlar. Aldığı qanarlar da sizdən çoxdur. Bəli, qanarlar da bizdən çoxdur, bəli, hə. Düz, dəqiq, düz vurğuluyursunuz. Mən istərdim ki, dəyərli izləyicilərimiz Ramalın da gözəl bir ifasını eşitdik, sonra ikinci sualımıza keçəcəyik. Bəli, ifa edəcəyim mahnı yeni bir mahnıdır. Mahnının ərsəyə gəlməsində sözləri belə deyək. Bizim gözəl sənətkarımız, gözəl söz yazarımız Səlamət Biləsvarlındır. Aranjman bizim gözəl qardaşımız Rizvan qardaşımızındır. Musiqisi də bizim Əmzadə müəllimindir. Bəli, Əmzadə müəllim də çox sağ olsun, təşəkkür edirəm hər birinə. Ömür payı. Səsləndirək mahnını. Buyurun. Hədər vermə günü ayı, bir dəfədir ömür payı. Hədər vermə günü ayı, bir dəfədir ömür payı. Yaşın üstən gələndə yaş, demək keçən gələydi kaş. Geri dönmür atılan daş, hədər vermə günü ayı, bir dəfədir ömür payı. 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 Ömür ki var, bənzər gülə, açar solar, gedər gelər. Hər gününə şükür eylə, hədər vermə günü ayı, bir dəfədir ömür payı. 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 Sən torpaqdan qüvvət alsan, el gözündə ucalarsan. Bir gün gələr qocalarsan, hədər vermə günü ayı, bir dəfədir ömür payı. Hədər vermə günü ayı, bir dəfədir ömür
payı Hədər vermə günü ayı Bir dəfədir ömür payı Hədər vermə günü ayı Bir dəfədir ömür payı Hədər vermə günü ayı Bir dəfədir ömür payı Hədər vermə günü ayı Bir dəfədir ömür payı Hədər vermə günü ayı Bir dəfədir ömür payı Çox gözəl Ramal, uğurlu olsun, xeyirli olsun, mən bəyəndim. Çox möhtəşəm idi Royal. Biz davam edirik, elə birinci sualımızla davam edirik. Sən nə düşünürsən toylar barədə? İndi elə bu hava yaranıb ki, oxuya biləndə, oxuya bilməyəndə, aparıcılığı biləndə, bilməyəndə bu günləri belə deyək də, bunun adını bir qruplaşma deyək. Valla toy idarə eləyir. Baxırsan nağara ifadəsidir, toy idarə eləyir, toy aparır, oyan aparıcı kimi. Baxırsan ki, nə bilim zurna çalandır, gəlib toy müğənni kimi olur. Nə bilim aləm qarışıb bir. Bugün özdə dəb düşüb əziz tamaşaçılar, müğənnilərin çoxu toyu artıq idarə eləyir. Amma bizim həqiqətən də toyların o qədər samballı, dəyərli aparıcıları var ki, artıq biz onlara sənətkar aparıcılar deyirik də. Yəni bizdən yaşca, sənətcə böyük olan bizim sənətkar aparıcılarımız var. Hər öz işinlə məşğul olsa, mən elə bilirəm yaxşı olar. Vallahi billah. Müğənnisən, Allah canını sağ eləsin. Toy idarə elə, gözəl oxu. Nə bilim, nağara çalan nağarasını ifa eləsin, udarnikdə olan udarnikini ifa eləsin. Qarım, hər ən öz işi var. Bu yemək tək sudan ibarət deyil, tək kartofdan, soğandan ibarət deyil. Burada belə deyək də, ətin öz gözəlliyi var, o bursu inqrediyentlərin öz gözəlliyi olduğu üçün bu ansamblın da, bu qrupun da, bu toyun da hər bir insanın, hər bir sənətçinin öz gözəlliyi var burada. Necə deyərlər, deyir, görünən dağa nə bələdçi. Səni tanıyan tanıyır, sənətçi dostlarımızı, hər kəs, xalqın gözü tərəzidir, belə bir deyim var. Mən istərdim gözəl bir şeir səsləndirəsən, bizi izləyən izləyicilərimiz üçün, tamaşaçılarımız üçün. Cabir Novruz yazır ki, xoş gəldiniz bu dünyaya balalarım, sevinclərim, kədərlərim, bəlalarım. Siz gəldiniz, bilirsiniz nə etdiniz, oğlan edim, məni ata elədiniz. Siz gəldiniz, nöqtə qoydunuz gəncliyimə. Siz gəldiniz, xitam verdiniz dinçliyimə. Hara getsəm, harda olsam, sizə doğru yönəlirəm. Harda olsam, sizin körpə ömrünüzü düşünürəm. Hara getsəm, harda olsam, sizin üçün dən yığıram. Nə yığıramsa hamınıza tən yığıram. Yazıq canım, heç demirəm bu da mənim. Anam deyir, ay bala, heç baxmırsan özünə sən. Sənə özüm baxasıyam. Sənə özüm pal-paltar alasıyam. Neynəsin ki yazıq anam? Neynəsin ki yazıq anam? Onlar mənim balamdırsa, mən də anamın balasıyam. Mən də anamın balasıyam. Mən bütün valideynlərin qarşısında baş əyirəm, dünyadan köçənlərə Allahdan rəhmət diləyirəm. Allah balalarla heç bir valideyni imtihana çəkməsin. Allah var eləsin sizləri də.
trend mahnılar ki var, o trendə layiqdirmi? Yəni nə qədər mi kütlə o mahnıları izləyir? Kütlə bunu mu tələb edir? Xalqın trendini qazanmaq lazımdır. Xalqın trendi olmaq lazımdır. TikTok'un trendi yox. Xalqın gözündə birinci olmaq lazımdır. Mən belə düşünürəm, belə də hesab edirəm. Gör nə qədər gözəl mahnılarımız var, köhnə mahnılarımız var. Bu dəqiqə mənim fikrimcə, yəni mən bir dinləyici kimi mənim zövqümdə, mənim fikrimdə trend mahnı olardı mənə. Siz düşünmüsünüzmü ki, hansısa bir köhnə mahnımızı, Azərbaycanın gözəl yəni mahnıları vardı, onu yeni aranjmanda, yeni şəkildə tamaşaçıya təqdim edəsiniz. Heç ağlınızdan keçibmi ki, yaradıcınızda belə bir yeniyə imza atasınız? İnşallah fikrimizdə də var, gələcəyinə inşallah fikrimizdə var. O Karfi sənətkarlarımızdan yəni ifa etdikləri mahnıların birini, ikisini inşallah ərsəyə gətirmək istəyirik. Qaldı, məni yoda saldı, yanaqları xaldı, mənim canım aldı. Bu qız baldı, məni yoda saldı, yanaqları xaldı, mənim canım aldı. Gözəl səni çox sevirəm bilirsən, nazlı baxıb mənə gülürsən. Ay qız səni çox sevirəm bilirsən, nazlı baxıb mənə gülürsən. Bu qız baldı, məni yoda saldı, yanaqları xaldı, mənim canım aldı. Bu qız baldı, məni yoda saldı, yanaqları xaldı, mənim canım aldı. Sensiz yaman darıxıram bilirsən, sensiz keçən ömür yalan bilirsən. Sensiz yaman darıxıram bilirsən, sensiz keçən ömür yalan bilirsən. Bu qız baldı, məni yoda saldı, yanaqları xaldı, mənim canım aldı. Bu qız baldı, məni yoda saldı, yanaqları xaldı, mənim canım aldı. Gözəl səni çox sevirəm bilirsən, nazlı baxıb mənə gülürsən. Ay qız səni çox sevirəm bilirsən, nazlı baxıb mənə gülürsən. Bu qız baldı, məni yoda saldı, yanaqları xaldı, mənim canım aldı. Bu qız baldı, məni yoda saldı, yanaqları xaldı, mənim canım aldı. Bu qız baldı, məni yoda saldı, yanaqları xaldı, mənim canım aldı. Bu qız baldı, məni yoda saldı, yanaqları xaldı, mənim canım aldı. Çox gözəl mahnı idi, uğurlar arzu edirik. Sizə Əsəd Toy mahnısıdır, dəyərli izləyicilər. Çəkilişlərimiz davam eləyəcək, amma süfrə arxasında. Əziz tamaşaçılar, Salam Azərbaycana baxırsınız. Doğrudan da bugün çəkilişlərimiz çox özəl, gözəl oldu. Təşəkkürümü bildirirəm Royal sənə. Bax, bizim üçün də gözəl süfrə açmısan. Minnətdaram. Allah anına can sağlığı versin. Burada əziyyət keçin hər kəsə xüsusi təşəkkür edirik. Və son olaraq sənə sonsuz minnətdarlığımızı bildiririk. Və süfrə varkən artıq ənənəvi suala çevirəcəm bu sualı. Hər zaman deyirlər ki, bir də görsən kimlənsə kiminsə işi alınmayanda, bir də görsən arada bir çəplik yaranır, deyir əlimin duzu yoxdur. Bəs sən necə? Əlimin şükür Allaha duzu var, amma bəzilər üçün yoxdur. Hə, bəzilər üçün yoxdur. Yəni bunu dediyim məqamlar çoxdur. Hə, bəzən olur ki, deyirəm ki, burada çörəyimin duzu yoxdur.
Bu məsələ var. Sonda sizlərə təşəkkürümü bildirirəm. Minnətdaram, var olasınız, belə deyək, saydınız, gəldiniz. Başda rəhbərliyiniz olmaqla hər birinizə, mənim dəyərli qardaşlarım, dostlarım var ki, müğənni dostlarımız var ki, Elvin qardaşımıza, Ramal qardaşımız təklifimizi qəbul edib gəldiyi üçün minnətdaram. Mən sizlərə, bizim dəyərli anamız, sizin ananız, biz artıq dayı olmuşuq da, dayı belə deyək, bacı qız olmuşuq. Təşəkkürüm var Fatişə. Və bizi pərdə arxasında deyək ki, dəyərli operatorlarımız izləyir. Məhəmməd qardaşıma sonsuz təşəkkürüm var, Razi qardaşıma sonsuz təşəkkürüm var. Bizim dəyərli rejissorumuz Yusufə özlərinə təşəkkürümü bildirirəm. Var olasınız, Allah canınızı sağ eləsin. Biləsvarda belə bir çəkiliş sizlərlə bərabər olub. Bilirəm ki, sənin çox çəkilişlərin var, amma belə formatda olmamışdı. Biz çox televiziyalar əslində çəkmişik, amma bu formatda deyil, başqa formatlarda iqtisadi islahatlarla bağlı, reportaj xarakterli və yaxud da ki, sırf musiqi xarakterli verilişlərimiz çox olub. Amma bu tipajda olmamışdı. Həm musiqi, həm gözəl söhbətlər, həm belə deyək, süfrə arxası görüntülər, nə bilim, təbii görüntülər olmamışdı. Onda siz ilk imza atdınız. Təşəkkür eləyirəm. Bax, gözəl balalarım var, 3 qız övladım var. İstəyirsənmi onlar sənin sənətini davam elətdirsin, aparıcı olsun, televiziya aparıcı? Yox, heç vaxt istəmərəm. Çünki bu sənət çətin sənətdir. Həm də məsuliyyətli sənətdir. Əziyyəti çoxdur. Bir də görürsən, biz jurnalistin sahada olmuş. Jurnalistin hər hansı, mən həmişə deyirəm ki, bəziləri pis başa düşməsin. Jurnalist ilk gecə saat 2-də də, 3-də də, 4-də də, 5-də də iş vaxtındadır. Bu çəkilişlər boyunca bizim bu gözəl ağbirçəyimiz dedi ki, Sadət xanım, mənə söz verərsiz, deyəcəyim var. Yəni mənim balalarım həmişə məni əziz tutublar. Elə Röyədə, Röyəni mən də görməyəndə də özüm də darıxıram. Balalarım hamısı bir gün gec olanda, bir gün hamısı da gəlir. Ən çox məni öpən məhəbbət olub. İkinci oğlum olur. Röya gündə bir dəfə mənim başımdan öpəs elə biləm yox. Elə qodur. Nəsə itirmişəm. Allah sizə ömür versin, Allah can sağlığı versin. Allah hər ocaqda, hər evdə, hər Azərbaycan ailəsində valideyn xeyir duasını var eləsin deyirik. Allah böyüklərimizə can sağlığı versin. Həmişə Azərbaycan ailəsinin süfrəsi ruzlu, bərəkətli olsun. Ocaqlarda, Azərbaycan qapısında bol toylar olsun deyirik əziz tamaşaçılar. Salam Azərbaycan növbəti həftələrdə də davam eləyəcək. Bugün isə bu qədər. Növbəti verilişlərdə görüşənədək sağ olun. Salam Azərbaycan!